Son illər kripto bazarı çox populyar olub. Amma sual budur, sərmayə üçün doğrudanmı yaxşı seçimdir? Birincisi, risk. Kripto çox volatildir. Qiymətlər bir gündə 20-30% dəyişə bilər. Bu həm böyük qazanc, həm də ciddi zərər deməkdir. İkinci məqam, araşdırma. Sadəcə trendə qoşulmaqla yox, layihəni, komandanı və texnologiyanı öyrənərək investisiya edin. Əks halda pump-dump tərəsinə düşmək asandır. Üçüncü məqam, pay bölgüsü. Portfelinizin hamısını kriptoya qoymaq risklidir. Yaxşısı ümumi sərmayənizin kiçik bir hissəsini, məsələn 5-10%-ni ayırmaqdır. Və sonuncu, təhlükəsizlik. Kripto pul qabınızın qorunması çox vacibdir. Çünki burada dövlət təminatı yoxdur. Şifrənizi itirsəniz, vəsait itirsiniz. Qısaca, kriptovalyuta yüksək risk, amma eyni zamanda yüksək potensial deməkdir. Əsas odur ki, bunu anlayaraq ağıllı şəkildə portfelə daxil etsiniz. Bəs siz kriptovalyuta investisiyasına inanırsınız?